Diqqət, diqqət, danışır xalq jurnalistikası. Salam, axşamınız xeyir. Space'də son xəbər studiyada Elvin Baskallıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona dostluq ordenini təqdim edib. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib ki, Azərbaycan və Dağıstan xalqları arasında sıx münasibətlər Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amilidir. Görüş zamanı dövlət başçısı İlham Əliyev maraqlı bir xatirəni də xatırlayıb. В этой комнате стоит скульптура. Вот эта скульптура стояла в кабинете Азиза Алиева в Махачкале. И дагестанцы ее сохранили и некоторое время назад подарили мне. У меня ни в этой комнате, ни в других рабочих кабинетах никаких скульптур нет. Только одна. Вот это память о деде, которого, к сожалению, я не помню, но которого помнит память историческая и азербайджанцев, и дагестанцев. Azərbaycan və Türkiyə arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib. Görüş zamanı müasir və şəffaflaşmış döyüş meydanında logistikanın əldə edici rolu, strateji xəbərdarlıq, kritik zəifliklər və avtonom təminat dövrü ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin müharibə şəraitində qidalanma və su təchizatı, maddi texniki vasitələrin daşınması, texniki qulluq bölmələrinin fəaliyyəti, yaralıların təxliyəsi, hamam camaşırxana xidmətinin təşkili və digər təminat məsələləri müzakirə olunub. Tədbir çərçivəsində Türkiyədən olan nümayəndə heyəti hərbi hissələrdən birində Azərbaycan ordusunda əşya və ərzaq təminatının təşkili istiqamətinə görülən işlərlə tanış olub. İndi kaçsın Stepan çünkü xan kendine qayıdır xan, kendine qayıdır xan. Kendine qayıdır kaçsın Stepan çünkü xan kendine qayıdır xan. Xankəndinin himni sayıla biləcək Xatirənin Xankəndi mahnısını nahaq yerə dinləmədik. Xankəndinin xan kimi oğulları, övladları Xankəndiyə qayıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xankəndi şəhərinə 18 ailə, 68 nəfər köçürülüb. 30 ilə yaxın separatçıların işğalında olan Xankəndi bugün doğma sakinləri ilə yanaşı həm də qonaqlarını sevinclə qarşılayır. Xankəndidə ucaldılmış Zəfər Parkının önündə Kapoeira üzrə Respublika üçüncüsü 5 yaşlı Rıza Baskallının nümayiş etdirdiyi trüklər sosial şəbəkələrdə maraqla izlənilib. Adamın qürurdan, sevincdən, fəxirdən, köksündə ürəyi böyüyür. Adam o qədər sevinir ki, təsəvvür edin, Xankəndi haqqında xəbər veririk. Orada Zəfər Parkı var və övladlarımız orada öz bacarıqlarını nümayiş etdirirlər. Elə növbəti xəbərimiz də çox böyük, şad xəbərdir. Xocalı rayonunda 34 ildən sonra ilk dəfə olaraq barama tədarükü həyata keçirilib. Son 2 il ərzində Xocalının Daşbulaq kənd ərazisində 163 hektar sahədə superintensiv tipli tut bağı salınıb. Əkin işləri zamanı hər hektarda 10 min ədəd ting əkilib və yüksək məhsuldarlıq əldə olunub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müşaviri İmran Cümşudovun sözlərinə görə əldə edilən nəticələr baramaçılığın yenidən bərpasına imkan yaradıb. Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında təsərrüfata 100 qutu ipək qurdu verilib və onların yetişdirməsi uğurla başa çatdırılıb. İlkin mərhələdə Xocalıda 700 kiloqram barama məhsulu toplanaraq Azəripək MMC-yə təhvil verilib.
İndi Bakı sakinlərini sevindirəcək xəbərim var. Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də Nizami stansiyası ilə yaşıl xəttə keçid funksiyası daşıyacaq. Xocəsən və Avtovağzaldan başlanaraq göstərilən ərazi üzrə axın istiqamətləri də stansiyanın mobillik, sərnişin yönümlü və sərnişin paylama baxımından əhəmiyyətini əyani nümayiş etdirir. Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazov iyunun 9-da, yəni bugün Respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Nizami rayon polis idarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən rayon ərazisində piyadaların iştirakı ilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlər əsasən Qara Qarayev prospektində təşkil olunub. Yol polisi əməkdaşları piyada keçidi və yeraltı keçid olduğu halda hərəkət hissəsini keçərək öz həyatlarını təhlükəyə atan vətəndaşlara profilaktik söhbətlər aparıblar. Həmçinin rayonun müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyinin təmin olunması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi və yol hərəkəti qaydalarının təbliği diqqət mərkəzində saxlanılıb. Polislərdən söz düşmüşkən, paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsinin Əbdülkərim Əlzadə küçəsində qeydə alınan yol hadisəsindən sonra bir polislərlə bağlı daha bir xəbər təqdim edəcəyik. İyunun 17-si baş verən hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb. Bəylər Süleymanlının idarə etdiyi Mercedes və Vahid Cəlalovun sürdüyü BD markalı avtomobillər dar yolda toqquşub. Nəticədə Mercedesin sürücüsü xəsarət alıb. Qəza görüntülərindən avtomobillərin dar yolda sürətlə hərəkət etməsi məlum olur. Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır. Hövsan qəsəbəsində yol qəzası olub. Hadisə Bakubasa məxsus sərnişin avtobusu ilə Çanqan markalı avtomobilin toqquşması nəticəsində meydana gəlib. Qəza nəticəsində minik avtomobilinə maddi ziyan dəyib. Sosial mediada yayılan video diqqət çəkib və qürur verib. Biraz öncə bu haqda demişdim. Hadisə Bakı şəhərinin Badamlar qəsəbəsində yerləşən yanacaq doldurma məntəqələrindən birində baş verib. Sürücü avtomobilinə yanacaq doldurma məqsədi ilə məntəqəyə daxil olub. Avtomobildən düşərək sifariş verdikdən qısa müddət sonra onun səhhəti qəfil pisləşib, qıcolma keçirərək arxası üstə yerə yıxılıb və hadisə zamanı yanacaq doldurma məntəqəsində öz avtomobilinə yanacaq dolduran Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşı Ruslan Mehdiyev vəziyyəti dərhal qiymətləndirərək operativ şəkildə müdaxilə edib. O ilkin tibbi yardım göstərərək vətəndaşın vəziyyətinin stabilləşməsinə və özünə gəlməsinə kömək edib. Video görüntülərdən də görünür ki, polis Ruslan Mehdiyevin çevik reaksiyası və soğuqqanlı davranışı hadisənin daha ağır nəticələrə səbəb olmasının qarşısını alıb. Son günlər ard-arda motosikl qəzaları haqqında xəbər vermişdik. Ona görə bu xəbərə, bu buraxılışda bugün yer ayırdıq. Sabunçu rayonu Bakıxanov qəsəbəsində Asan Xidmət Mərkəzinin yaxınlığında yerləşən və 50 qəpi adı ilə tanınan avtoyuma məntəqəsinin fəaliyyəti ilə bağlı narazılıqlar yaranıb. Ərazi sakinlərinin sözlərinə görə avtoyuma məntəqəsi gecə saatlarda daxil olmaqla sutkanın 24 saatı fəaliyyət göstərir. Nəticədə yüksək təzyiqli su aparatları və tozsoranların yaratdığı səs-küy ətrafda yaşayan sakinlərin rahatlığını pozur. Xüsusilə gecə saatlarında davam edən səs-küy səbəbindən sakinlər normal şəkildə istirahət edə və yata bilmirlər. Motosikl qəzaları haqqında xəbərlərdən indi keçirik. Biz skuter sürən şəxsin məsuliyyətsizliyi deyə bilərikmi? Sosial şəbəkələrdə yayılan bir görüntü müzakirələrə yol açıb. Paytaxtın Heydər Əliyev prospektində bir şəxs elektrik skuteri ilə prospektin kənar sağ yolu boyunca Üzü Koroğlu metro stansiyası istiqamətində tutaraq hərəkət edir. Diqqət çəkən məqam isə onun nəqliyyat axınının içərisində avtomobillərin arasında hərəkət etməsidir. Sürətli hərəkətin müşahidə olunduğu prospektdə bu cür davranış həm skuteri idarə edən şəxsin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır. Belə ki, hər hansı qəfil manevr və ya
sürücünün skuteri vaxtında görməməsi ağır yol qəzasına səbəb ola bilər. Bəzi şəxslər skuteri idarə edən şəxsin yolun sağ zolağı ilə hərəkətinin qayda pozuntusu olmadığını, bəziləri isə belə hərəkətin ciddi qayda pozuntusu və real təhlükə olduğunu bildirir. Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb. Son günlərədək bir ədədi 9-17 qəpiyə təklif edilən yumurta marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək bir ədədini 1 qəpiyə satan marketlərdə var. Kəskin ucuzlaşma mövsümü xarakter daşıyır. Belə ki, yay aylarında yumurta istehlakı xeyli azalır. Əvəzində isə bu ərəfədə yumurta istehsalı daha da artır. Qiymətin kəskin ucuzlaşmasında yumurta ixracının azalmasının da rol oynadığı istisna edilmir. Amma hər nə qədər mövsümü xarakter daşıyır desək də, heç vaxt yumurtanın 1 qəpiyə olduğuna rast gəlməmişdik. Bu ildə Aşura günü qan vermə aksiyası keçiriləcək. Bu barədə məlumat verən Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Məhərrəmlik dönəmində ən önəmli tədbirlərdən biri olan Aşura günü Kərbəla şəhidlərinin xatirəsindən qan vermə aksiyası müqəddəs dinimizə uyğun azadarlıq nümunəsi həyata keçirilir. Qeyd edək ki, qan vermə aksiyası Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır. Davam edirik. Son xəbər davam edir. Xəbərin sonu yoxdur, lakin son ünvanı var. Söhbət Space televiziyasının son xəbərindən gedir. 051 583 2408. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz mövzularla bağlı bizə video çəkib göndərə bilərsiniz. Bakıda özünü doktor gülü kimi təqdim edən Gülbadə Abdullayeva haqqında növbəti dəfə ciddi iddialar yayılıb. Vətəndaş İnci Babayeva sosial şəbəkə hesabında qarşılaşdığı dəhşətli vəziyyətlə bağlı görüntülər paylaşıb. Şikayətçi 3 gün əvvəl klinikada Gülbadə Abdullayeva tərəfindən üzgərmə əməliyyatı olunduğunu, lakin prosedurdan sonra ağır fəsadlarla üzləşdiyini bildirib. Ağzımın sağ tərəfini hiss eləmirəm, sinirlərimə toxunublar, neyniyiblər bilmirəm. Mənlə konkret maraqlanan yoxdur. Dünən ağzımın qırağının hiss eləmədiyini bildirsəm də, yenə də normaldır deyirlər. Qan axmalı şəklimi göndərirəm, deyirlər normaldır. Gülbadə xanıma ümumiyyətlə düşə bilmirəm və dünən öyrənmişəm ki, əslində o qanunsuz fəaliyyət göstərirmiş, diplomu filan yox imiş. Xatırladaq ki, daha əvvəl də Gülbadə Abdullayevanın, onu daha çox doktor Gülü kimi tanıyırlar, əməliyyat zamanı qeyri-etik görüntülər yayılmışdı. Səhiyyə Nazirliyi həmin görüntülərlə bağlı araşdırmalar aparmışdı. Yəqin ki, tanıdınız, bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti də mövcud olmayıb. Bir qədər təbəssümlə qarşıladım bu xəbəri, çünki həm deyilənə görə diplomu yoxdur, ən azı Səhiyyə Nazirliyinin müvafiq siyahısında adı yoxdur, həm rəqs edir və bu görüntüləri paylaşır, üstəgəl də əməliyyatlara ara vermir. Bilmirəm, həmin müsahibədə, belə deyək, əməliyyatdan zərər çəkdiyini iddia edən xanım bildirdimi? Hansı ki, sosial şəbəkədə bu haqda paylaşmışdı ki, sonradan bilmişəm ki, doktorun sən demə diplomu da yox imiş. Və hörmətli tamaşaçılar, son xəbər məhz bu xəbərlə bugünlük öz işini yekunlaşdırır. Xəbər ziyafətimizi bir də gələn həftə izləyə bilərsiniz. Yenidən görüşərik, vədimizə sadiq olaq.